Herkese selamlar dostlar. Bugün yeni bir My First Car videosu ile karşınızdayım. Uşaqlar, bugün başlıktan da gördüğünüz kimi Ford'umuzu alırıq. Yani burada biz E36'mız, yani E36 ya değil, 36 idi. Deyirəm o maşının adı neydi? Neyse, E36'mızın bütün full, ne bileyim, body kitli falan hamısını yani yığışdırdıq. Bütün full halını gətirdik, çıxardıq. Dedim ben neyiniyim? Baxdım, altta neler var neler. Bizim yani burada belə maşınlarımız vardı. Yani bu formada qəşə maşınlarımız var. Mən istəyirəm 5000'ə elə bunu alaq ən başdan. Sonra da yavaş nə bilim Mercedes'idir, Corolla'sıdır, gedərik də sonralara. Onda uşaqlar, həm də ki bu çox bizə lazım olacaq. Çünki məsələn bunda bizə nə lazım olurdu? O öğretim videosuydu, neydi? Elə bir şeydi, BMW'nin arkasına koşurduq, onu aparırdıq görevə. Kargolar falan hamısını yüklüyürdü, oraya gedik. O da yolda açmadı, yəni zülmüydü. Amma biz indi bu Ford'u alandan sonra bizə rahat bir şəkildə yəni başa çatacaq. İçinə yığacaq hamısını, nə qədər basırsan bas. Neyse, deyir, gerçekten bir araba satın almak istiyor musunuz? Lütfen bir satın alma yönetimi seçin. 5000'ə 5000 uşaqlar, xeyirli uğurlu olsun. Devam et, yeni bir oyun. Ha, burada devam ile bir. Burada ama yeni bir oyun. Ha, burada təzə bir oyuna başlayacağız da doğrudan. 2400 manatda pulumuz qaldı. Bir dəqiqə, bizim BMW'miz burada olur yoxsa bizim. Bir dəqiqə, buralara baxaq görək. Burada nəsə əlavədən bir şey. Ha, bunlar elə bir şeydir də. Hə, bu BMW-yə aid də. Fordluq bir şey yoxdur həmin o yerlərdə və bir dənə kasa. Şam, bu qədər. Bir dənə bunu verdiler. Ay Allahu Ekber deyirik. Yəni mən bunları eləyənə qədər canım çıxacaq uşaqlar. Onda nə deyək? Xeyirli uğurlu olsun deyək. Amma bir dəqiqə, bunu elə qoyamarıq. Bunu tulla. Hamısını bir qoyaq da olmur. Bir dəqiqə, bunu hara qoyuruq? Bunu da qoyuruq bura. Yavaş uşaqlar, mən hamısını eləyim. Ən sonda sizin qarşınızda çıxacağam və göstərəcəm maşını. Əgər uşaqlar deyirsiniz ki, mən öyrətim videosu kimi gəlmişdim. Birinci nə edirsiniz? Baxın, hamısı nömrələnib də onsa. Birinci bunların hamısını qoyursunuz. Gəlin tez-tez də eləyək. Yəni mən hamısını 2x-ə qoyuram, tez-tez göstərəm. Nə var, nə yox, hamısını baxarsınız. Ya da bir dəqiqə, 2x-ə başlamazdan öncə aç görək qapını. 2x-ə başlamazdan öncə birinci maşının hər yerini yığaq, sonra motor 2x-ə qoyaram. Hə, elə daha yaxşı olar. Bir dəqiqə. Nə oldu? Ola bir dəqiqə. Bunu qaldır görək yuxarı. Arxa təkər mənə lazımdır. Arxa təkər yox, bunun deyil. Sonra bu, bunun da deyil. Bu, bunun da deyil. Bu. Biz bir dəqiqə, biz bunları qoymalıyıq, sonra yediyan. Bunu. Bura qoyuruq, hara qoyuruq. Bir dəqiqə, onda bu front bu arxa idi. Qaçışdırmamışsın, bir dəqiqə. Bunlar deyəsən qabaqdır, hə, deyəsən bunlar qabaqdır. Yo, biz təkərləri ən axırda qoyurduq həmişə. Bir dəqiqə, uşaqlar, mən buraların hamısını yığım. Uşaqlar, burada çox bir şey eləməyə ehtiyac yoxmuş. Burada hər birinin nömrəsi üstündə yazılır. Məsələn, birinci hansını qoyuruqsa üstündə yazılır. Məsələn, üçüncüsünü qoydum, dördüncüsü hansının üstündə yazılmalıdır. Bir dəqiqə. Dördüncüsü deyəsən bunu qoyuruq, hə? Yoxsa necə? Bir dəqiqə, 4 ardasa yazılmalıdır. Həmin o 4-də qoyuruq bunun üstünə. Uşaqlar, yazılmırmış üstündə. Sağ olsun bizim retro garajımız. O kadar yani oyun oynamış. Hamısının yerini bilirəm də. Yəni məsələn üstündə yazılmadı, axtarmaqdan da bezdim. Dedim nə qoyulurdu? Yəni maşın motoru hamısında eynidir də. Nə qoyulurdu? Fikirləşmişim ki, birinci nə deyir, Porsche'lər falan qoyulur deyə. Elə bunları gətirəm qoyuram. Ala bir dəqiqə, bura tullama. Götür bunu. Al, yenə tulladım. Bir dəqiqə, bu çətin deyə biraz. Gəlizdə onun üçün boyunu çox sevməmişəm. Siz sevirsiniz deyə də çəkmək məcburiyyətindəyəm. Sonra bunu qoyandan sonra bir dəqiqə yadımıza salaq. Sonra deyəsən üst təbəqəni qoyurduq, hə? Üstdə bir şey olmalıydı. Deyəsən budur, hə? Deyəsən, bunu qoyuruq. Bunu bağlamalıydıq, yəni orada bağlayırdıq. Bilmirəm, indi burada ehtiyac varmı, yoxmu? Bir dənə bütün açarlarla yoxluyum. Yox, balaca sarıldı, yəqin olmaz. Alınmadı. Sonra nəyə qoyurduq? Bir dənə bax, belə bir şey lazım idi deyəsən.
Uşaqlar gedin retro garaj oynayın. Sonra keçin My First Car oynayın. Yəni o sizə çox köməklik eləyəcəkdir. Yəni motoru əməlli başlı öyrənmiş olacaqsınız. Sonra bir dənə bizə deyəsən val lazım idi. Val burdadır, hə? Val deyəsən qoyurduq, hə? Val alt qismində olurdu. Onun da üstündə debriyaj olurdu. Bir də debriyajın özü hardadır? Bir də debriyajın qutusudur. Debriyajın özü hardadır? Bir dəqiqə, bu nədir? Bu dəqiqə, bunun taxları birbaşa. Hə, bu su nasosu, hə, su nasosu, yox, bu su nasosu. Su nasosu o nə idi? Hə, bunları qoyan, ən sonda qoyurduq deyəsən su nasosunu. Bir dəqiqə. Bunu qoyuruq. Bunda deyəsən debriyajı olmur. Bu debriyajın özüdür görəsən. Çünki debriyajın qutusu da olmalıdır, nəsə də. Sonra nə qoyurduq? Bir dəqiqə, yadımıza sala. Hə, yayları qoyurduq. Yəni bu şeyləri, remenləri qoyurduq. Yox, remenləri qoymurmuşuq. Svetsalar, bu nədir? Bu nədir? Fuel cup. O heç. O nəxirdə qoyacaq. Oil, starter. Starteri qoyurduq. Sonra, aha, bir də burada. Starteri də qoyduq. Sonra götürürük. Oil filter. Yəni yağ nasosu. Hə, yağ nasosu. Ondan sonra bu nədir? Hə, bunu hələ qoymurduq. Sonra bu bəs. Bunu qoyurduq. Aha. Hələ başı qoyurduq. Yox, bizə şeylər lazımdır. Balaca, hə, bir də bunlardan. Bunu bütöv verir orada retro garajda. Yəni onlarla bitişi verir. Yəni bunları ayrı-ayrı verir. Məsələn, bu uzun var, uzun taxdığımız. Onunla birlikdə verir. Yəni ayrı-ayrı vermir. Bunu nəsə tapanmadım deyə. Sonra görək götürək orada. Aha, götürdük. Gəl bırataq, motor əməlli başlayıqdıq ha. Şurada oradan məsləhətdir, retro garajı oynayın. Gedin oynayın, sonra gəlin burada işinizi görün. Bunu qoyurduq ya, hələ bunu qoymurduq. Ondan sonra bizə o bir tərəflərdən heç bir şey lazım deyil. Bu nədir? Bunu biz arxaya zada qoyurduq. Hələ ehtiyacımız. Bir də bunu alta qoyurduq. Bu nədir? Hə, bu şeydir. Bu elə bil o debriyaj falan nə var, nə hamısı bunun içindədir. O debriyaj qutusu deyil, o başqa bir şeymiş. O debriyaj falan nə var, nə hamısı onun içində. Bir dəqiqə, buna arxa stopdur, bunu qoyaq. Bu heç bu öz yerində. Ondan sonra bu nədir? Kolant. Hə, bunu qoyurduq bir dəqiqə. Bunu hələ qoymurduq. Nə qoymalıyıq biz bir dəqiqə? Birinci ona baxaq. Yay. Yayı qoyuruq indi. Hə, qoyuruq. Çünki o birisi yekə bunu qoyduq deyə bunu da qoymalıyıq. Bu yayı qoyduqsa yayın qapağını da qoymaq. Bir də bunu. Əməli başlı, yəni onu oynamışam deyə hər şeydən məlumatım var. Yəni gedin oynayın, məsləhətdir. Sonra bunu qoymuruq hələ. Başqa nə qoyurduq ki? Bu nədir? Yox, bu yoxdur. Bu deyəsən şassi hissədədir. Bizim şassi hissəni görmədiyimiz üçün ola bilərdi da. Sonra başqa nəyə qoyurduq? Bu nədir? Water, hə, bu su nasosunu indi qoyurduq. Su nasos, bir də burada. Su nasosunu qoyduq. Öyrətici video üçün bir şeydir. Yəni motor yığmağı burada sizə öyrətdim hamısını. Gedin, yenə deyirəm oynayın. Adı nə idi? Retro garaj. Sonra gəlin bunu oynayın. Bu nədir? Flap nə idi? Bunu bilmədim. Adam bilmədim. Bunu qoyuruq hələ ki. Bunu məncə qoymuruq. Qoyuruq indi də. Niyə? Sonra deyəsən bunu qoyuruq, yoxsa necə? Yox hələ. Akkumulyator. Akkumulyator hardadır? Bir dəqiqə, bunu qoyaq. Bunu ən arxadan. Bu da yox idi. Yox, iki tərəfdən var idi. Oyunda Fordda olmadığı üçün, yəni var. Yəni məndə hələ açıq deyil. Tam motorunu bilmirəm də. Yəni bilsəm lap qəşəng olacaq da. Burada hələ Mercedes var uşaqlar. Orada yəni ilk başlayanda Mercedes verir də. Mercedeslə başlayır, Mercedes düzəldirik. Hələ o Mercedes yazın dağıdacam da. Bu şey idi. Deyən benzin rayı idi. Hə, bir də bunu sonra bunu qoyurduq. Bir dəqiqə. Bax indi başqa məsələ. Bunu indi qoyurduq. Sonra bu nədir? Bu heç. Ondan sonra qaqan sənə desin bunu. Bunun başım çıxmadı. O nə idi? Düzün deyim. Sonra bəs bu heç. Bunu bilmədim nədir. Bunu da bilmədim. Burada nəsə göstərir bir dəqiqə. Ora nədir elə? Hə, radiator qoyaq birinci. Radiatoru çünki qoymalıyıq. Gec qoyduq. Hələ birinci qoymalıyıq. Deyən. Svetsalar biz niyə qoymamışıq? Bir dəqiqə. Çıxa bilirəm üstünə maşının deyən. Maşının üstündə. Burada qoya bilirik. Problem yoxdur. Buradan bir daha qoyaq uşaqlar. Gələn bölümdə yəni gedəcəyik, görevlər eləyəcəyik. Mən ən çox pulu şeydən qazanırım. Reklamları istəyirəm. Yəni 7000 manatda reklamlardan izlədim, qazandım. Siz də məncə reklamlardan izləyin. Bilirsiniz, gedin oyunun dadını çıxartmaq üçün, yəni heç bir şey demirəm, oyunun dadını çıxartmaq üçün yəni görevlər də eləyə bilərsiniz. Oradan da yaxşı pul gəlir. Amma yəni qısa yolda mən oradan izləyirəm, tez alınsın deyə. Sonra bunu bir dəqiqə, bunu qaldırmalıydıq, yoxsa taxa bilirik burada. Aha, qoyduq qəşəng, super. Sonra burada nə qaldı başqa? Bir də bunu qoyaq birinci.
Bu nədir? Bu şey, bunu ən axırda qoymurduq axı biz. Diyon. Bunu ən axırda qoyurduq. Yox, orada fərqlidir. Oradan axırda qoymurduq məncə. Aha, bir dəqiqə. Bu nədir? Bunu hara qoymalıyam mən? Bunu götürəcək. Bir dəqiqə. O pis tərəfdən. Bunu əgər bilməyən dostlarınız varsa, yəni göndərə bilərsiniz ki, yəni onlar da öyrənsinlər. Bunu da taxdıq. Sonra bu nədir bu? Bir dəqiqə. Aha. Bunlar şeydə amortizator, hə. Orada amortizator birdən göstərdi. Yəni qabaq amortizator, arxa amortizator. Yox, arxa yay, qabaq yay. Belə göstərirdi orada. Yəni hamısını birdən qoymuruz, nəsə də problem yoxdur. Qoyduq getdi. Bir də biri də burada. Bunu da aparaq taxaq yerinə. Aha, qəşəng. Başqa nə qaldı? Motoruq bir dənə bunlar qaldılar, hə? Yox, hələ biz qoymalıyıq. Deyirəm də qaqa, biz bunu ən axırda qoymurduq. Çünki elə bildim bunu hələ qoymamışıq. Bunu qoyandan sonra onu qoyurduq. Bildim. Dedim axı mən elə olmur deyə. Bunu da qoyduq. Motor alındı ha, qəşəng. Bu nədir? Bu filtr. Filtri də bir dənə orada soxuşdura bilək filtri. Soxuşdurduq onu da. Başqa nə qaldı? Bunları da qoymalıyıq. Bunlar da motora aiddir. Adlarını əzbər bilmirəm, amma yerlərini bilirəm də. Sonra bitdi. Bu qədər şeyləri. Bunları qoymalıyıq. Bir dəqiqə. Gözü görüb bunları qoyuruq hələ. Yoxsa yox hələ. İndi qoyuruq. Bir dəqiqə. Birinci arxanı qoyuruq. Sonra götürürük. O birisini götürəmirəm mən bunu. Deyən görüm. Mən niyə götürəmədim onları? Hər nəsə. Bunu da bura qoyuruq. Bunu təzini götürə bilirəm. Götürə bilirəm. Sonra bunu da bura qoyuruq və sonra təkərləri taxacaq. Təkərləri taxırıq. Bir dənə sürüş testi. Sonra canın üstündə desin. Bir dənə də sizdən like bitdi getdi. Bunu bir dənə. Taxa bilirik, nə yaxşı. Bunu taxa bizə lazımdır açar. Açarlardan ən böyük açarı götürdüm. Ən böyük açarla yox, alınmırmış. Ən böyük açarımız hardadır bizim? Yox, deyəsən ortanca açarla eləyirdik, hə? Orta açar. Burada açar yoxdur, başlaymadım. Balaca ilə eləyirdik. Burada açar yoxdur, birbaşa el taxırıq. Axı o birisi BMW-də hamısı var idi, yəni taxırdıq, eləyirdik açarla falan. Nə var, yox, hamısını eləyirdik də, yəni. Deyək, bunu da taxaq bura. Bu niyə taxanmadıq biz? Joint. Bunu qoymamışıq. Bunu qoyandan sonra. Bu da deyəsən, arxa ilə ön nəsə sürət sisteminin, elə bir şeydir. Sürət sisteminin dayanacağı elə bir şeydir. Və bizim, yox, atardı bunlar. Və uşaqlar, bizim Fordumuz tam şəkildə hazırlandı. Xeyirli uğurlu olsun. Cümlətən xeyirli uğurlu olsun. Başqa nəsə qoymadıq mı? Bu nədir? Bunu da qoyduq. Başqa bir daha baxaq görək. Ora-bura. Bu niyə belə dayanıbdı? Elə bir altında nəsə qalıb. Deyəm, baxım görüm. Yox, heç də dayanmayıbdı. Yəqin mən eləmişəm. Altına o qaldıranı qoydum. Təkər qaldıran da. Danqratı qoydum. Bir dəqiqə, bunu bağlayamıram mən. Nəysə də qalsın qaqa burada. Onu qapı sökdüm deyəm. Bunu da bağlayaq. Başqa heç bir şey qalmadı. İndi xodlamaq. Bir dənə xodlayaq. Bismillah. Gedir. Nə oldu? Aha, bir dəqiqə. Aha, deyən xodlamadı. Bu niyə xodlamır? Bir dəqiqə. Ay, deyən, bir dəqiqə. Əlimi açardan buraxan kimi, yəni anında sönür. Niyə belə oldu ki bu? Bir dəqiqə. Burada nəysə biz qoymadıq, yoxsa necə? Bəlkə burada nəsə qaldı? Yox, burayla əlaqəsi ola bilməz. Altı nəsə belə qəribə dayanır. Bir dəqiqə. Mən burasını bir dənə qaldırım görüm. Bunu götür. Bir dənə burasına qoy. Təzədən götür. Alındı, alınmadı. Burasına qoy. Bunu qaldır. Bir dəqiqə. Otursun bu, qoy buna. Qaldır. Sonra bunu endir. Yenə bu yuxarıda qaldı. Bir dəqiqə. Nə oldu ki buna? Biz nəysə qoymadıq. Hamısını qoymuşuq. Yerdə zat etsə yoxdur. Bir dənə altına baxaq görək. Altında da hər şey qoyulubdur. Şiyom, nə oldu şimdi buna? Bir dəqiqə. Nəsə xodlanmadı. Aha. Əlim bu dəqiqə basmışam atara. Bax. Atardan bıraxan kimi xodlanmayacaq. Sönür. Aha. Ora-bura belə görək. Əlim bu dəqiqə asardadır. Bir dəqiqə. Gedir getməyini. Əlim bu dəqiqə asardadır. Asardan bıraxan kimi sönür maşın.
Bir dəqiqə, əlim buraxdım açardan. Sonda axı. Bir dəqiqə, bax. Əlimi qoydum açara. Bez problem. Söndürəm gedir. Bir dənə mən oyundan çıxır eləyim. Bəlkə o formada bir bug ola bilər. Menüyə bir dənə qaydaq. Ondan sonra davam eləyib. Bəlkə elə bir bug ola bilər. Nəsə problem oradan ola bilərdi. Bir dəqiqə. 2400 pulumuz var. Qəşəng. O da cibimizdə qalsın. Bunlar nədir? Bunlar nədir? Bunlar nədir? Arxa tampon, qabaq tampon. Ya bunlar da... Hə, bunlar BMW-nin qalanlardır. Bildim. Bir dəqiqə, açaq buranı. Maşınımız. Səhv gəldik. Qayıt. BMW-yə gəlmişik. Bir dəqiqə. Biz bununla getməliyik. Hə. Davam eləyək bir dənə Fordumuzun yanına. Burada heç nə qalmadı indi. Yox. Vəsəm. Deyirəm axı, nəsə səhv oldu. Yenə təkərlər əyri qalır. Nəsə problem oradan. Bir dəqiqə. Yenə təzədən xoddamağa çalışacağım. Olmasa da canımız sağ olsun. Nəsəsə öyrətdim necə. Yəqin mənlik bir şeydir. Aha. Bismillah, əlimi buraxıram. Bəlkə nəsə oldu bir dəqiqə. Biraz sürək. Bir dəqiqə, əlim açardı. Əlim açardan buraxmamışım. Qətiyyən buraxmamışım. Oyunun biraz səsini alaq. Sürmək çətin deyə belə bir dəqiqə. Mən nətə sürəcəm? Çox çətin deyə sürmək belə. Al, deyən, qabağı ver. Aha. Son. Bıraxdım. Qardaşım, maşın sırası sönür. Bu nədən olurdu? Nəysə uşaqlar, mən gələn bölümə bunun hamısını izah eləyərəm. Nəsə yəqin motoruq bir problemdir. Nəsə, bir dəqiqə, bunu götürə bilirik. Spark cover, bunları götürəmirik. Bir dəqiqə, təzədən taq. Bəs bunu götürəmirik biz. Bir dəqiqə. Bunu götür, taq. Qardaşım, sənə deyim mi? Bunu götür, taq, atma yerə. Bunu götür, təzədən taq. İndi baxaq görək. Maşın nəsə belə əyri dayanır. Bəlkə problemi ondandır. Neyse uşaqlar, bugünlük bu qədər olsun deyirəm. Fordumuzu aldıq, yığdıq, yığışdırdıq, hər şey qəşəng. Bir dənə problem odur ki, neysə bəlkə mən bağlamamışam. Nəsə bəlkə açılıbdır. Məncə şurupla svetin açaran nəsə bağlamalıydım. Məncə onluq bir problemdir. Çünki baxın, bir tərəf, Allah qapını qoyayım. Çünki bir tərəf baxın əyri dayanır. Bir dənə simmetriyə baxın siz. Bilərsiniz də, bax bir dənə. Əyrilikdir. Bu tərəf elə bir meyliliyi var. Ya təkərləndi, yəni təkərdən olası bir iş deyil. Nəysə də, yəni mən öyrətdim, mən yığdım, göstərdim. Yəqin sizdə bu problem olmaz. Əgər siz də alın, yığın, o problem olsa demək oyunluqdur. Problem olmasa mən təzədən motor söküm, yığım, görün bəlkə mənlik bir şeydir. Nəysə, sağ olun, özünüzə yaxşı baxın, hələlik.